Şəmkir rayonunda 1966-cı il təvəllüdlü Xalid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tahirəyə xəsarət yetirib. Hadisə ötən ilin iyunun 20-sində rayonun kəndlərindən birində baş verib. Xalid birinci evlilikdən olan övladının evdən iş yerinə tərəvəz aparmasına narazı olan ikinci arvadı ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı həyətdən götürdüyü ağac parçası ilə arvadının sarğı və bud nahiyələrinə zərbələr endirib. Xalidin barəsinə Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs deyib ki, iyunun 20-sində saat 9 radələrində qızı Vüsailə işlədiyi gözəllik salonuna aparmaq üçün bir pomidor, 2 xiyar götürərək çantasına qoyub. Vüsailə çıxdıqdan sonra isə arvadım onun evdən pay aparmasına görə söylənməyə başladı. Mən də onların yola getməməklərinə görə əsəbləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı evdə olan ağac parçasını Tahirəyə tərəf atdım. Ağac parçası ona dəydi. Bundan sonra Tahirə acıq edərək atası evinə getdi. Eyni zamanda onu döyməyim barədə şikayət etdi deyə ifadəsində bildirib. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O cinayət məsuliyyətindən azad edilib.